Jimnastikanın ümumiyyətlə müəllimlər, beynəlxalq aləmdə tanınan, belə deyək, jimnastikanın 9 növü var. Bədii jimnastika, kişi idman jimnastikası, qadın idman jimnastikası, batut jimnastikası və tumbling, akrobatika jimnastikası, aerobika, jimnastika hamı üçün, imgim və parkur növü. Bu 9 idman növü beynəlxalq aləmdə, belə deyək, tanınan jimnastikanın növlərinin sırasındadır. Azərbaycanda isə tanınan jimnastikanın, yəni Azərbaycan Jimnastika Federasiyası tərəfindən inkişaf etdirilən, belə deyək, 7 növü var jimnastikanın. Bunlar hansılardır? Deməli, bədii jimnastika, idman jimnastikası, yəni kişi və qadın idman jimnastikaları, akrobatika, aerobika, tumbling və jimnastika hamı üçün. Bu 7 növ. Amma ümumilikdə, belə deyək, metodik vəsaitə görə, sual düşə bilər ki, metodik vəsaitə görə jimnastikanın neçə növü var? Azərbaycanda, yəni ümumiyyətlə bu metodik vəsaitlərdə belə göstərilir ki, 5 növü. Əsas jimnastika, bədii jimnastika, idman jimnastikası, akrobatika və aerobika. Bu, yəni metodik vəsaitə görə inkişaf etdirilən jimnastikanın 5 növü hesab olunan. Axşam xeyirli olsun müəllimlər. Axşamınız xeyir müəllim. 5 növ, yəni bu, belə deyək, yəni təkrarən metodik vəsaitə görə 5 növdür. Yəni testlərdə qarşımıza çıxancaq suallarda cavabını götürəcəyik. Jimnastika növü var, 5 növ. Əgər detallı ilə soruşsa, məsələn, Azərbaycan Jimnastika Federasiyasının inkişaf etdirdiyi jimnastika sahələri burada 7 götürəcəyik. Beynəlxalq aləmdə neçə növ var? Sual, belə bir sual düşərsə 9 növ götürəcəyik. Deməli, əsas jimnastika, qısa olaraq əsas jimnastika nələr daxildir? Sıra inkişaf hərəkətləri, alətlərdə ümumiyyətlə hərəkətlər, tullanmalar və akrobatika hərəkətləri əsas jimnastikaya daxildir. İdman jimnastikası nələr daxildir? Qadınların və kişilərin çoxnövçülüyü. Bu, həmin o dediyimiz qadınlara 4 hərəkət, kişilərdə isə 6 hərəkət. Bunlar idman jimnastikasına aiddir. 6 hərəkət dedikdə kişilərdə xalça, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turniklər. Bu 6 hərəkət kişilərdədir. 4 hərəkət qadınlara deyirik. Bunlar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, jimnastika dirəyi və xalçalar. Bu 4 hərəkət də, 4 qrup hərəkət də qadın idman jimnastikasına daxildir. Axşamınız xeyir olsun. Daha sonra bədii jimnastika. Qısa olaraq bədii jimnastikadan danışaq. Bədii jimnastikada qadınlar 5 alətlə, yalnız qadınların çıxış etdiyi bir sahədir. 5 alətlə yarışa çıxırlar. İplər, güzlərdə hərəkətlər, topuzda da deyirik. Top, lent və halqa, yəni bulava ilə hərəkətlər. Deməli, bədii jimnastikada xanımların fərdi çıxışında 1 dəqiqə 30 saniyəyə qədər vaxt verilir. 1 dəqiqə 15, 1 dəqiqə 30 saniyə götürülür. Yəni 1 dəqiqə 30 saniyəni keçməməlidir. Komanda yarışlarda isə bu 1 dəqiqə də əlavə olunur. 2 dəqiqə 30 saniyəni keçməmək şərti ilə xanımlar öz çıxışlarını, belə deyək, bitirməlidirlər, yekunlaşdırmalıdırlar. 13 metrin 13-ün 13 olan xalça üzərində musiqi müşahidə altında xanımlar öz nümayişlərini göstərirlər və belə deyək, musiqi seçimi də sərbəstdir. Məşqçi və yaxud da jimnast istənilən bir musiqini seçə bilərlər, belə deyək. Bal sistemində belə götürülür ki, hər bir jimnast, yəni hər bir hakim 10 ballıq sistemlə jimnastları qiymətləndirəcək. Kişi idman jimnastikası, bədii jimnastika, onu deyim, bədii jimnastika Olimpiya oyunları proqramına daxildir, bədii jimnastika. Eyni zamanda kişi idman jimnastikası və qadın idman jimnastikası. Bunlar Olimpiya oyunları proqramına daxildir və batut jimnastikası, burada da fərdi çıxışlar. Batutda fərdi çıxışlarda 2000-ci ildə Sidney Olimpiya oyunlarına daxil edilmişdir. Olimpiya növünə, Olimpiya proqramına daxil olan jimnastika növləri desək, bu 4 növü götürəcəyik. Hansılar oldu? Bədii jimnastika, idman jimnastikası, yəni kişi idman jimnastikası və qadın idman jimnastikası, yəni özündə 2 yerə bölünür də dedik, idman jimnastikası. Və batut jimnastikası, batutda da fərdi çıxışlar Olimpiya oyunları proqramına daxildir.
Və bayaq dedik, alətlər, müxtəlif alətlərdə hərəkətlər, həmin hərəkətlər üzrə nümunələri PDF materialına əlavə eləmişəm ki, alətlər haqqında qısa olaraq məlumatınız olsun. Turniklər bəzən belə deyək, müəllimlər şəkildə görəndə belə deyək, daha yaxşı yadda qalar deyə hər ehtimala bunları da PDF əlavə eləmişəm, oradan baxa bilərsiniz. Deməli, Batutda həm fərdi çıxışlar var, həm komandalı çıxışlar var. Eyni zamanda halqalı bədii gimnastların da həm fərdi, həm komandalı çıxışları. İdman gimnastikasında da bu formadadır. Həm fərdi, həm komandalı çıxışlar. Və bədii gimnastikada bir özəllik də var ki, deyək ki, həm eyni hərəkətlə bir belə deyək, alətlə çıxışlar ola bilər və bir neçə alətlə də çıxış ola bilər. Və ona görə cəmi alətin sayı 5-dir. Deyək ki, həm komandanın tərkibində ikisi deyək güclərlə, üçü lentlərlə çıxış eləyə bilər və s. Bu formalar mümkündür, proqrama daxil edilə bilər. Ümumiyyətlə, gimnastikada, qısa olaraq bunu deyək, gimnastikada iki cür tullanmalar var. Dayaqlı tullanmalar, dayaqlı tullanmanın özünün üç forması var. Düzünə, aşmaqla və yanaşı 7 fazası var bunların. Dayaqsız tullanmanın da 4 fazası var. Hansı ki, eyni zamanda dedik, qaçış, təkan, uçuş, yerə enmə fazalarından ibarətdir. Gimnastikanın beynəlxalq aləmdə tanınan 9 növü, Azərbaycanda tanınan 7 növü, metodik vəsaitə görə 5 növ var gimnastikanın. Və son olaraq MİQ imtahanına da düşmüşdü bu sual. Ən son Olimpiya oyunları proqramına daxil edilənsə, dediyimiz kimi, bəli, yox, Batut gimnastikası. 2000-ci ildə Sidney Olimpiyadasına daxil olunan Batut gimnastikası. Ümumiyyətlə, Olimpiya oyunları proqramına daxil olması tarix olaraq götürülür. İlk Olimpiya oyunlarından bu yana, yəni 1896-cı ildən bəri gimnastika Olimpiya oyunları proqramında var. Azərbaycan Gimnastika Federasiyası 1956-cı ildə yaradıldı. 1993-cü ildə yenidən təsis edildi və Beynəlxalq Gimnastika Federasiyasına, yəni FİQ qısa olaraq başlığı bu formadadır, Beynəlxalq Gimnastika Federasiyasına üzv qəbul olundu 1993-də yenidən təsis edildikdən sonra. Bu qədər müəllimlər. Gimnastika ilə bağlı indi daha detallı hansı, ümumiyyətlə gimnastika bir dənə onda deyim, gimnastikada demək olar ki, bütün növ hərəkət qabiliyyətlərin inkişafına nail olmaq olar. Həm çeviklik, həm bədən əlcənlik qabiliyyəti, həm qüvvə hərəkət qabiliyyəti gimnastikada var. Yəni ən çox, adətən belə bir sual düşür. Ən çox hansı? Ən çox əlbəttə ki, əlcənlik, çeviklik, qüvvə. Ən çox deyəndə bunlar nəzərdə tutulur. Sualınız var mı müəllimlər? Buyurun. Xeyr, müəllim, təşəkkür ederim. Siz də sağ olun. Sual yoxdursa qısa olaraq testlərə baxaq. Testlərə baxaq, test üzərindən daha geniş hansı hərəkətlər, hansı elementlər, hansı hərəkət qabiliyyəti, hansılar koordinasiya və s. Bunlar detallarını testlərə baxaq. Bəli, baxaq, gimnastika ilə bağlı 30 sualımız var. Ümumiyyətlə, gimnastika, birinci suala baxaq. Gimnastika skamyasında dayaqlanıb qolların bükülüb açılması. Aha. Hansı hərəkət qabiliyyətinin inkişafına söhbət edər sizcə? Qüvvədən. Açılması. Qüvvə. Bəli, qolların bükülüb açılmasıdırsa bu qüvvə hərəkət qabiliyyətidir. Sualları konkret ünvanlayacağam. Adlarını çəkdiyim müəllimlər cavab versinlər. İkinci sual, Hacıbaba müəllim. Akrobatik fırlanmalar və mürəkkəb koordinasiyalı hərəkətlər hansı hərəkət qabiliyyəti üçün baza hesab oluna bilər? Akrobatik fırlanma və mürəkkəb koordinasiyalı hərəkətlər. Hansı hərəkət qabiliyyət? Akrobatik fırlanmalar Və mürəkkəb koordinasiyalı hərəkətlər. Hə. Ümumiyyətlə, koordinasiya bizə nə deyir? Sadə və mürəkkəb olaraq deyir ya. Koordinasiyalar bizə nə deyir? Deyir ki, bu hansı hərəkət qabiliyyəti? Çeviklik, koordinasiya. Bəli, akrobatik. Çeviklik. Bəli, mürəkkəb koordinasiya hərəkətlər. Bunlar çeviklik hərəkət qabiliyyətindən bağlı. Yəni,
tərkib hissəsi, komponentləri deyirdik. Üçüncü suala baxaq. Körpü vəziyyəti və şpaqatlar hansı qabiliyyətin əsas göstəricisidir Səyət müəllim? Təbii ki, müəllim, burada əyilgənlik, elastiklik, körpü vəziyyəti. Elastiklik. Yerindən uzunluğa tullanma hansı növ hazırlığa aid edilir? Zərifə müəllimə, siz deyin. Yerindən uzunluğa tullanma. Sürət güc. Bir variant. Sürət güc. Bəli. Bir ayaq üzərində dayanma. Yəni o qaranquş duruşu bildiyimiz. Hansı qabiliyyətdən söhbət edir? Bilal müəllimə. Müəllim, burada bir ayaq üzərində dayanma, qaranquş duruşu, burada qüvvəni götürərdim mən. Qüvvədir. Qaranquş duruşu. Niyə qüvvə? Tarazlıq. Xeyr. Müəllim, Bəli, müvazinət. müvazinət. Bəli. Müvazinət. Formaya çalışırıq müvazinət. Gimnastika piramida. Gimnastikada piramida quruluşlarını 3 saniyə ərzində hərəkətsiz saxlamaq. Aha. Hansı hərəkət qabiliyyətinin göstəricisidir? Kim desin? Hacıbaba müəllim desin. Statik. Statik. Bəli. Statik müvazinət. Bəli. Statik müvazinət. Bəli. 3 saniyə saxlamaqdan söhbət edirsə, bu statik müvazinət. Statik Amma müvazinət. elementin icrası zamanı hansısa bir müvazinətin saxlanılması desə soruşsa, Bu olacaq. dinamik olacaq. Bəli, o olacaq statik müvazinət. 7-ci sual. Turnikdə mərmi üzərində yerinə yetirilən, yəni alətin üzərindən birindən o birisinə çıxış keçişdən söhbət gedir mərmi üzərində. Yerinə yetirilən çıxış və fırlanma elementləri zamanı hansı qüvvə növü daha çox dominatlıq təşkil edir? Yəni daha çox bir alətin alətin üzərində hansısa bir hərəkət edirəmsə, tam başa düşürəm. Aha, hansı qüvvə növünə söhbət gedir? Nisbi qüvvə. Bəli, nisbi qüvvə. Çünki öz bədənin çəkisi. Öz bədəninin çəkisindən söhbət. Amma kənar köməyi olsaydı, müəllim, olardı Əlavə birisi. qüvvə, Mütləq qüvvə. bəli, o əlavə hansı bir qüvvə, hansı bir ağırlıqla bir yerdən hansısa bir elementi icra eləmiş olsan, bəli, mütləq qüvvə olacaq. Amma öz bədənimin çəkisindən nisbət etsə, bu öz bədənin çəkisindən Nisbi qüvvə. nisbi qüvvə. Bəli. Salto və bu kimi akrobatik elementlərin ardıcıl və fasiləsiz icrası hansı qabiliyyətlərin sintezi, birləşməsi sayıla bilər? Salto və bu kimi akrobatik elementlərin ardıcıl, fasiləsiz icrası. Rəsul Bir müəllim bəndi burada. müəllim. Kim var burada baş müəllimlərdən? Mən buradayım. Kəmalə müəllimə də burada. Yaşar müəllim. Yaşar müəllim, buyurun. Müəllim, burada deyir ki, salto və bu kimi akrobatik elementlərin ardıcıllıqdan söhbət gedirsə, dözümlülükdən söhbət gedir. Burada dözümlülük var. İndi məsələ nədir? Sürət və dözümlülük də ola bilər orada. A variantı. Baxın, salto, ümumiyyətlə, bax, birinci hər elementə baxaq. Salto elementindən söhbət gedir. Nə olmalıdır? Mən hansı hərəkət qabiliyyətini inkişaf etdirməliyəm ki, mən salto aşa bilim? Birinci ona Bədən əyilmə qabiliyyəti. Yo, müəllim, və sürət gücü. çeviklik və sürət. Burada həm çevik olma, həm də tullanma var, tullanma. Bəli, Bəli. salto elementi və bu kimi elementlər həm burada çeviklik, yəni çeviklik söhbət gedir, koordinasiyanın saxlanılması söhbət gedir, həm də Bəli. sürət güc var, tullanma elementi icrası var. Ona Bəli, görə bəli. bunlar üçün çeviklik və sürət güc. Kim dedi onu? Səyət müəllim dedi. Bəli. Yo, Zərifə müəllim dedi. Sərifə müəllim, əla. Gimnastın tarazlıq dilində, yəni o brakadıda, hərəkət edərkən ayaq və bədən vəziyyətini anidən düzəltməsi, Kəmalə müəllimə deyəcək bunu. Anidən düzəltməsi hansı proses ifadə eləyər? Yəni o brakada hərəkət eləyəndə ayaq və ayağın, yəni bədən vəziyyətini anidən düzəldə bilirəm. Nə var, nə edə bilirəm? Daha açıqladım ha. Yəni mən birinci növbədə baxın duyğu kinestetik və ya koordinasiya sadə reaksiyadırmı, statik dözümlülükdürmü, qeyri-fəal əyilgənlikdirmi, yəni passiv əyilgənlikdirmi və ya nisbi və mütləq qüvvə lazımdır bunlardan bizə ki, mən həmin o tirin üzərində getdiyim yerdə ayağımı, bədənin vəziyyətini anidən düzəldə biləm. Müəllim, Yəni, Kəmalə burada- müəllim demirsə, Aha, Mən də deyim. Müvazinəti saxlayırsan da müəllim. aha. Yox. Aha, Hansı aha.
Bəli, Aha. koordinasiyanı saxlayırıq, müvazinəti. Yəni duyğu birinci hiss eləməliyəm ki, aləti hiss edirəm də, düzdür? Aləti hiss eləməliyəm ki, anidən ayağım o telin üzərindəyəm də. Aləti hiss eləməliyəm, kinestetik duyğu, yəni buna görə deyirik və koordinasiya. Yəni o dedik Koordinasiya və Aha, düzdür. A bəndədir də. variantı. Duyğu, kinestetik və koordinasiya. Bəli. Uzun müddətli Bəli. suala baxırıq. Uzun müddətli gimnastika kombinasiyalarının sonunda hərəkətlərin dəqiqliyinin itməməsi hansı xüsusi qabiliyyətdən asılıdır? Uzun müddətli bir bax deyək ki, uzun müddətli kombinasiyanı bir eləyirik və dəqiqliyin Müəllim, itməməsi məncə sualın cavabını deyim. deyin. Mən burada koordinasiya dözümlüyünü götürərdim. Bəli, bəli. Bəli, bir bəli. Uzun müddətli bir kombinasiyanı, yəni daha geniş elementi bu elementdən söhbət edir və bu elementlərin icrası zamanı, yəni hərəkətin dəqiqliyini itirməməliyəm. Koordinasiya dözümlülüyü. Bəli. 11-ci suala baxırıq. Gimnastika dərslərində tətbiq edilən müxtəlif hündürlüklü paralellərdə bir alətdən, yəni bir qoldan digərinə sıçrayışlı keçidlər hansı hərəkət qabiliyyətindən söhbət gedir? Birindən Bu dinamik müvazinət və Müəllim, çevik burada koordinasiya. dinamik müvazinət və və çeviklik. müvazinət və çeviklik müəllim tez keçməkdə Bəli. yəni. bir Yəni bəli. bir hərəkətdən digərinə keçmək müəllim çeviklikdir. Aha, çeviklikdir. Çevikliyi Bəli. başa düşdüm. Amma çevikliyin bunu yalnız dinamik müvazinətlə mi bağlayaq? Hərəkət zamanı nəyisə qoruyub saxlamaqdan söhbət getmir ha. Gimnastika Sıçrayışlar var müəllim. Burada sürət gücdür müəllim, sıçrayış. Bəli. Bəli. Sürət güc var burada. Koordinasiya və sıçrayış. Sürət Bəli. güc qabiliyyəti. Bəli. Müəllim, ona mən onu baxmadım. demişdim, nə müəllim? Bəli. C variant demişdiniz. Mən Axıra qədər oxumadım. Ha. Düz deyir, koordinasiya sürət güc. Bir elementsi sırayış var burada. Mən o variantı dedim, səsim gəlib çıxmadı. Eyb yox. Əhəz onu tapdınız, afərin. 12. Statik güc dözümlülüyü. Aha, statik güc dözümlülüyü deyəndə ümumiyyətlə nəyə nəzərdə tuturuq? Bu sualı variantlara baxmadan kimsə mənə izah eləsin. Statik güc dözümlülüyü deyəndə, yəni statik güc. Müəllim, uzun müddət məsələn statik vəziyyətdə saxlanmaq da Saxlanılması. dözümlülükdür. Turnikdə dayanmaq, Bəli. paralel qolda dayanmaq, qaranquş vəziyyətində dayanmaq, uzun müddət. Aha, siz yəni əzələni, o amplitudanı ki, qoruyub gərgin vəziyyətdə saxlanılması. Saxlanılması, bəli, hə, gərgin vəziyyət. Sadə bir element şpaqat açıb dayanmaq, düzdür? O həmin şpaqat açıb nə qədər dayanıram? Bax bu statik güc dözümlülüyüdür. Əzələnin Bəli. dartılmış vəziyyətdə, o gərgin vəziyyətdə uzun müddətli saxlanılması. Gəlirəm, ha. Məsələn, çeviriklikdə də deyə bilərik. Çeviriklikdə deyir ya, məsələn də o futbol məşqlərində topun üzərində dayanmada müvazinət saxlanılması. Bu dinamik, bu başqa, bu müvazinətdən söhbət gedir. Bu dinamik müvazinət, bu başqadır. Amma ümumiyyətlə statik güc, burada dözümlülük, gücün dözümlülüyündən söhbət gedir ki, oynaqlardan söhbət gedir. Vəziyyətə, o gərgin vəziyyətdə, dartılmış vəziyyətdə nə qədər saxlaya bilər orqanizmi. Baxın, D variantında görürsünüz, müəyyən bir gərgin vəziyyəti uzun müddət dəyişməyə saxlamaq var. Bəli. Gimnastika məşğələlərində 13-cü sual. Statik güc dözümlülüyü, aha, indi keçdik bura. Statik güc dözümlülüyü hansı hərəkətin icrası zamanı daha yaxşı formada inkişaf edər? Gimnastika məşğələsində statik güc dözümlülüyü. Aha, bax, nümunə kimi bayaq birini mən demişdim, indi bura baxırıq. Akrobatika cığırında ardıcıl aşma. Aşmadır, mənim Xeyr. bədənimin hansısa bir gərginlik forması varmı? Xeyr, hə? Sonra, turnikdə günəş fırlanması. Yəni, Xeyr. fırlanmadan söhbət gedir, bəli, gərgin vəziyyətdən söhbət getmir. Halqalarda, Bəli, budur müəllim. bəli, Halqalarda Bəli. mutlaq qapaz vəziyyəti. baxmışsınız, ha, baxın, Bəli. gimnastika elementlərinə baxmışsınız, halqalar o, bir video kimi də atarım sizə, lap baxmamışsınızsa. O, gimnastın o, həmin halqanın üzərində anidən belə ayağını belə açıb saxlamalı. Bu vəziyyətlər. O statikdir. Bəli. Müvazinət. 14. Gimnastın körpü vəziyyətindən öz qüvvəsi ilə ayaq üstə qalxması. Körpü vəziyyətindən öz qüvvəsi ilə ayaq üstə qalxması
Zəruri olan fiziki xüsusiyyətlərin düzgün kombinasiyası. Yəni hansı qabiliyyətlər lazımdır? Düzgün kombinasiya. Müəllim, burada çeviklik Bir və bəllidir. aşağı ətraf Dinamik əzələ qüvvəsi. ergənlik və arxa ətraf əzələ qüvvəsi. Yox, çeviklik və aşağı ətraf əzələ qüvvəsi. Aşağı niyə? Niyə? Müəllim, körpü vəziyyətini gözləmək. Aşağı niyə? Bu körpü vəziyyəti dayanır, müəllim. Ha, körpü vəziyyətdən yuxarı qalxmaq, arxa ətraf əzələ qüvvəsi, bəli. Əla, əla. Bəli. Bəli. Mən Ani- beyni götürmüşəm. Bəli, bəli. Elə mən də bilirəm. Ani vəziyyətdə həmin o elementi gözünüzün qabağına gətirin, Səyət müəllim. O düzgün cavab tapasınız. Bildim, körpü vəziyyətindən yuxarı qalxır. Elə bil, nətər körpü vəziyyətinə yetmişsə, elə də qalxır yuxarı. Bəli, bəli. Sonra 15. Gimnastika dərsində şagird turnikdə asılma. Bir dənə elementi o zat gözünüzün qabağına gətirin. Turnikdə asılma vəziyyətindən bədəni yuxarı çəkərək çənəni mildən yuxarı qaldırır. Bu hərəkətin icrası hansı hərəkət qabiliyyətinin inkişaf etdirilməsinə şərait yaradacaq? Aha. Hansı hərəkət qabiliyyətinin Nisbi qüvvə yuxarı ətraf. Nisbi qüvvə yuxarı ətraf. Bəli, Burada bir var. əla. Bir variant. Qüvvə yəni öz bədən çəkisini qaldırır yuxarı, Bəli, bəli. hərəkət eləyir. Yuxarı ətrafda, yəni yuxarı ətraf əzələlərin inkişaf olur. İnkişaf. Mən də beyni götürmüşəm. Əla. 16. Akrobatika. Akrobatikada tətbiq edilən müxtəlif segmentlərdə deyilənmələr. Aha. Müəllimin qəfil siqnalı, bax bu şeylərə diqqət edin. Müxtəlif istiqamətlərdə deyilənmə, müəllimin qəfil siqnalı. Hansı qabiliyyətin effektiv inkişaf etdilər? Hansı qabiliyyət? Burada Aha, hə. Müəllim, burada sürət güc Mən qabiliyyəti və burada- reaksiya tezliyi. Mən burada A-nı götürmüşəm amma. Yox, D variantıdır. C variantı. C-yə baxın. Mürəkkəb reaksiya və çeviklik. A-nı da götürmüşəm, D-ni də götürmüşəm, amma C-yə- bilmirəm hansıdır. C variantıdır Kəmal. Müxtəlif istiqamətli Aha, deyilənmələr. burada C yox. C-də nə deyir? C-də bu mürəkkəb reaksiya deyirik. Siqnal Mən deyir. müəllimə götürmüşəm. Siqnal A-nla varsa reaksiya D-ni. tezliyidir. Müəllimlər, baxın, biz deyirik ya, sadə reaksiya. Məsələn, bildiyi şagird bilir. Şagird bilir ki, hardan dönəcək, qaçacaq, qaçır. Elementi icra eləyir. Amma bir də var ki, anidən gələn bir siqnal. Buna deyirik ki, bu mürəkkəb reaksiyadır. Düzdür? Anidən gələn bu mürəkkəb reaksiya. Bilmir, xəbərsiz formada verilən. Ona görə ki, müəllimin qəfil siqnalı ilə. Bu oldu mürəkkəb reaksiya. Bunda C-dir də müəllim, düzdür? C variantı, bəli. Mürəkkəb reaksiya. Və müxtəlif istiqamətdə deyilənmələr də nədir? Bu da çevikliklə bağlı bir elementdir, müxtəlif deyilənmələr və qəfil siqnal. Bu iki elementi götürürük. Deyək ki, hansıların? İkisinin bir yerdə. Yəni, mürəkkəb reaksiya və çeviklik. Başa düşdünüz? Bəli. 17. Gimnastika tirində yerinə yetirilən pöhrə, yəni tullanaraq ayaqları dəyişmə və dönüşlər zamanı hərəkətin dəqiqliyini təmin edən əsas amil. Dinamik müvazinə. Tullanaraq Mən B-ni götürmüşəm 17-də. və götürənlər düz götürür. Tullanaraq B ayaqları variantı. və dönüşlər zamanı hərəkətin dəqiqliyini təmin edən əsas məsələ həmin o dinamik müvazinədir. 18. Fəal əyilgənlik qabiliyyəti digər əyilgənliyin növündən nə ilə fərqlənəcək? Hacıbaba müəllim cavab versin buna. Fəal əyilgənlik qabiliyyəti bu asan sualdır əslində. Digər əyilgənlik növündən nə ilə fərqlənir? Bizə deyirik ki, əyilgənlik iki növü ayrıdır. Fəal və qeyri. Fəal əyilgənlik dinamik və statiklə əlaqəli də dəyişir. Aha. Daha Fəal əyilgənlik dinamikdir də belə çıxır. Əgər Belə. fəal əyilgənlik Öz əzələ qüvvəsi Mən hesabına. C-ni götürmüşəm amma. Bəli, fəal əyilgənlikdə deyildi ki, şagird öz əzələ qüvvəsi hesabına Əzələ qüvvəsi. bəli, Mən tərcümə edirəm də. elementi Anam maksimum onda C-dir də variant düz götürmüşəm. Bəli. Bəli, bəli. Bəli, C. Qeyri-fəal əyilgənlikdə bizə kənardan kömək lazım idi. Müəllimin və yaxud yoldaşın dəstəyin eləyəcəyi əyilgənlik, icra, hərəki fəaliyyətin icrası. Amma fəal əyilgənlikdə özünün icra elədiyi C variantı, bəli. 19. Mən C-ni götürmüşəm. Gimnastikada məsələn, paralel qollarda yerinə yetirilən mahiyyətli hərəkətlər.
Deyək ki, Mən A'nı götürmüşəm. şagirdin hərəkəti vaxtında dayandırıb yerə enməsi, yəni çıxış, hansı qabiliyyətin göstəricisi olacaq? Vaxtında dayandırıb, elə sual öz cavabı bizə deyir əslində. Hərəkətin reaksiya tezliyi və koordinasiya. Reaksiya tezliyinin buna nə aidiyyəti var? Yox. Kəmalə müəllimə. Reaksiya tezliyinin buraya fəaliyyəti yoxdur. Biz müxtəlif çıxış və Hə, onda siz götürməmişsən müəllim. Aha. Statik də Gimnastik. aidiyyəti yoxdur. Statik də aidiyyəti yoxdur. Statik də aidiyyəti yoxdur. Nisbi qüvvənin aidiyyəti, hərəkətin ritmi. Hərəkətin ritmikliyi aidiyyəti yoxdur. Baxın, D variantına baxın nə deyir? Hərəkətin icrasına sərf edilən vaxt və Vaxt və koordinasiya. Bəli. Qeybəndi. D variantı. 20-ci sual. Gimnastika dərsində şagird akrobatik cığırda ardıcıl olaraq önə diyirlənmə, arxaya diyirlənmə və sonra yarımşqabaq kombinasiyasını icra eləyir. Bu fəaliyyət hansı komponenti daha qabarıq şəkildə reallaşdırır? Aha. Baxın, bir neçə elementi icra eləyir, ardıcıl. Suala diqqət eləyin. Burada, Müəllim, bir hərəkətdən digər hərəkətə keçmə, çeviklik. Bəli. mən götürmüşəm Qeybənd. həm B-ni, həm E-ni. Y var. Qeybəndi. Yedi, yox. Cavab Yerinə verir də, hə? Bəli. Çünki bax deyir ha, 3 elementi sayır ki, bunları ardıcıl kombinasiyaları ardıcıl icra eləyir. 21. Gimnastika dərsinin hazırlayıcı hissəsində müəllim bədəni önə əymə və yaylanma hərəkətləri tətbiq eləyir. Aha. Standarta əsasən bu hərəkətlərin dinamik elastiklik kimi xarakterizə olunmasının əsas səbəbi mahiyyətini deyə soruşur. Ha, niyə dinamik əyilgənlikdir, yəni fəal əyilgənlikdir bu? Bədənin önə əyilmə və yaylanma hərəkətləri. Niyə görə? Alt standartda verib 1-2-5, yəni əyilgənin inkişaf etdirilməsi ilə bağlı bir alt standartdır. Aha. Niyə? Yəni məqsəd, səbəbini soruşur. Niyə bu elementə deyirik ki, yəni görək nə dərəcədə başa düşmüsünüz? Bu elementə niyə deyirik ki, bu dinamik əyilgənlikdir? Müəllim, Aha. Maksimal hərəkətin maksimal amplituda ilə hərəkətdə yaylanaraq yerinə yetirilməsi. Bəli, çünki yaylanaraq deyir. Bax, burada ona görə deyirik ki, hərəkətlilik var. Düzdür? Hərəkətlilik var. Bəs ona görə də bu dinamik əyilgənlik kimi, yəni bu elementi götürürük. 22. Gimnastika skamyası üzərində geri-geri yerimək. Aha. Eyni zamanda qollarla dairəvi hərəkətlər etmək. Həm geri-geri yeriyirik, həm eyni zamanda görürsünüz bir eyni vaxtda nə qədər iş görürük. Eyni zamanda qolları dairəvi hərəkət edirik. Nədir bu? Müəllim, Koordinasiya koordinasiya və və dinamik müvazinət. dinamik müvazinət. Bəli. Çünki çətin hərəkətdir. Bəli, Çox eyni zamanda mürəkkəb həm hərəkət. geri yerimək, həm koordinasiya, həm dinamik, əla. 23-ə baxırıq. Keçdik nəzəri suallara. Yəni kişi idman gimnastikasında çıxışlar neçə müxtəlif alət, yəni qurğu üzərində yerinə yetirilir? Müəllim, Qeybəndi 6. kişilərdə 6-dır, qadınlarda 4. Bəli. 4. Aşağıdakı alətlərdən hansı yalnız bədii gimnastika yarışlarında istifadə olunur? Yalnız deyir ha. Qeybəndi. Müəllim, cüzlərdir, cüzlər. Əla. 8-i müəllim 90 qram idi. 11-in Yox, 8 150 qram idi. Halqalar, 150 qram. halqalar Axı halqalar halqalarda gimnastikadadır. Halqa Yox, bizə yalnız halqalar bizə yalnız halqa müəllimlər. Bizə deyir ki, yalnız gimnastik. Halqalarda kişilərdə də var axı. Kişi idman gimnastika demirdikmi? Diametr. amma cüzlər yalnız qadına aiddir. Bəli. Aha. Bizə yalnız. Aha, bədii gimnastikada fərdi çıxışların müddəti nə qədər olur? Bayaq dedik bunu. Müəllim, 1 1 dəqiqə dəqiqə 30 15, 1 dəqiqə 30 saniyə 1 dəqiqə fərdi 30 təklərdə. Fərdi. Amma 2 dəqiqə 30 saniyə isə müəllim qrupalı olur. Qrupalı rəqslər. Əla. Bəli. Gimnastikada Cavab ver, mən də siz yazmışam. Aferin. Gimnastikada hərəkətlərin çətinlik səviyyəsini və icra keyfiyyətini qiymətləndirən beynəlxalq qurum, bayaq bunu dedik, hansı qurum? FIG, FIG. Bəli, Beynəlxalq Gimnastika Federasiyasının açıqlaması, yəni baş hərflər. Cavab C variantı. C. Aha. C.
27-ci suala baxaq. Aşağıdakılardan hansı akrobatika jimnastikasında yarış növü deyil? Yarış növü deyil. Qadın, Hə, qadın cüzlükləri, kişi cüzlükləri var. bunu bayaq dərsə demədim. Gəlin belə deyim. İdman jimnastikasında elementlərdə belə deyək, fərdi çıxışlarda musiqi var, musiqi ilə müşayiət var. Akrobatika bu yoxdur. İndi cavabı tapacağıq. Deməli, qadın cütlükləri, kişi cütlükləri bunlarda var. Var. Qarışıq cütlüklər və Qarışıq da var. Var. Kişi və qadın. kişi qrupları, dörtlüklərdə. Kişi qruplarda dörtlük var, amma fərdi yoxdur müəllim. Bəli, Solo Bəli. solo akrobatikada yoxdur. Əla. yoxdur. 28. Qadın idman jimnastikası proqramına daxil olan qurğular. Aha, bayaq saydılar qurğuları saydılar. O 4 dənə qurğu hansılardır? Müəllim, Bəli. sıçrayış masası, jimnastika tiri, müxtəlif Qollar, hündürlüklü qollar, gimnastika, döşəmə hərəkətləri. döşəmə hərəkətlər. B. Bəli, bəndi. da göstərilib. Əla. 29-a baxaq. Batut jimnastikası. Müəllim, 29-u mən yazmamışdım. Aha, baxaq. Yay bayaq İli- o dərsdə 2000-ci ildə Sidneydə keçirilən Sidney. yay proqramına Bir daxil. variantı. Aha. Batut. Bəli, batut jimnastikası. 30-a baxırıq. Aşağıdakılardan hansı aerobika jimnastikasının əsas hərəkət qruplarına aid deyil? Aid deyil. Ama. Ney bəndi? Alətlə havaya atma. Bəli. Alət var orada. Bəli. Alət yoxdur Aid orada. deyil. Alətlə havaya. Bəli. Ait deyil də müəllim onu soruşur. Yox. Həyə variantı. Alətlə yəni aid yoxdur. Alət var ki. Bəli, alət. Bəli. Əla. Əla müəllimlər. İndi jimnastika ilə bağlı qaranlıq qalan nəsə varsa deyin mənə. İnşallah. Yox müəllim, sağ olun, başa düşdük. Əla. İndi Müəllim, Zoom proqramı heç nəndə lap